Dostlar, bugün sizlerle birlikte Finze Brainrot Morphs oyununda yeni gelen Brainrotları tapmaya çalışacağıq. İndi bəzilərinin uçan xalçası olmadığı üçün mən uçan xalça ilə göstərməyəcəm bu videoda Brainrotları. İlk olaraq gedək anti Brainrot tapaq. Rastgele yerlərə gedəcəm, yəni random yerlərə. Elə tapacağıq. Baxın. İlk olarak burada bir tane Brainrot gördük. Onu almaya çalışacağız. Eğer bura hoppana bilmirsinizsə, bakın hoppandım. Hoppana bilmirsinizsə, uçan xalçanız varsa ondan hoppana bilərsiniz. Bakın ben hoppandım bu dəqiqə gördüğünüz kimi ve bu Brainrot'u almış olduq. İndi gedək başka Brainrot'ları tapmağa. Gedək. Deməli, dostlar, burada indi bura Çilin ağzına gələcək. Burada 2 dənə Brainrot olacaq. Baxın, bir dənə burada Kokotinin mama var, gördünüz. Və heyif ki, bu Brainrot üçün uçan xalçanın olması gərəkdir. Yəni, başqa cür ala bilmirsiniz bunu. Başqa sonra burada Çili olmalıdır dostlar. Bakın Çili de buradadır. Uçan xalça ilə göstərməyəcəm deyirdim. Ona görə uçan xalça, ona görə də qaydırıb ən başa. Uçan xalça ilə göstərməli deyildim. Baxın Çili ağzından bura düşürsünüz. Sonra buradan bura gedirsiniz. Baxın bura gedirsiniz. Bura gelirsiniz, sonra da bura gelirsiniz, sonra bura hoppansınız ve Çili buradadır. Bu da tənə gəlib deyəsən. İndi növbəti bir Brainrotumuz olacaq. Bakın buradan gelirsiniz. Burada buradan böyle gedək. Belə gedərsiniz. Belə gedirsiniz. Görürsünüz. Başqa ehtiyatlı olmalısınız burada. Baxın gedirsiniz bura. Belə. Deməli buradan da mən Brainrot'u oynayacağım. Baxın burada dırmaşırsınız indi. Sonra buradan gelirsiniz ve bu Kerto Brainrot'unu alırsınız. Aldım indi mən. İndi növbəti olaraq gedək hara? Evə dönək. Deməli, indi də gedirik növbəti Brainrotlardan biri Dragon Aguanini də alacaq bu videoda. Baxın, indi sizə Cocotail'i göstərirəm. Buradan gelirsiniz, buradan belə gelirsiniz. Buradan düşürsünüz, Cocotail'ini almış olursunuz. Sonra dostlar, baxın deməli, buradan aşağı düşdünüz. Baxın sizə göstərim. Buradan aşağı düşürsünüz lavların içine və burada bir Brainrotlar onu alırsınız. İndi sizə göstərim. Həm də orada Dragon Aguanini də var. Baxın buradan düşürsünüz aşağı. Baxın burada Limonata Brainrot var. Sizə göstərmək istəyirəm. Amma ala bilmirəm nəysə. Baxın buradan gəlirsiniz. Buradan aşağı düşürsünüz və bu Brainrot'u almış olursunuz. Lemon. Ve Dragon Aguanini də almaq üçün bura hoppanırsınız. Almış olursunuz. Gördünüz. Oradan hoppananda alabilirsiniz Dragon Aguanini də. İndi sizə növbəti bir Brainrot'u göstərmək istəyirəm. Deməli, gedək. Brainrot buralarda olmalıdır. Baxın, Pipi Watermelon olmalıdır. Bəli, Pipi Watermelon buradadır. Gördüyünüz gibi. Pipi Watermelon. Ürkütməsi də var elə. Yəni bütün Brainrotların əslində ürkütməsi var. Növbəti Brainrotumuz, baxın buradan belə gəlirsiniz. Burada
Bakın buradan dönürsünüz. Burada da Pipicorni brainotu var. Gördünüz. Pipicorni brainotu. Sonra növbəti brainotumuz. Gelirsiniz buradan bakın. Belə. Buradan gelirsiniz. Burada dırmaşırsınız. Belə gelirsiniz ve buradan Filippo Marino brainotunu alırsınız. Gördüğünüz gibi aldım. Növbəti brainotum olarak keçirik indi. Baxın indi trambolindən hoppanırsınız bura. Belə. Trambolindən hoppanırsınız bura ve buradaki yere gedirsiniz. Coco and Mango'nu görərsiniz. Burada bakın. Bakın görürsünüz Coco and Mango buradadır. Bu brainotu almış olursunuz. Sonraki bir brainotumuz Pipi Avocado'dur. Gelirsiniz bakın burada yolkanın yanından gelirsiniz. Buradan dönürsünüz. Bakın ya da istiyorsanız böyle yolkanın yanından buradan hoplanabilirsiniz ve Pipi Avocado'nu alabilirsiniz. Son iki brainotumuz kaldı bu videoda göstereceğim. Onlardan biri tapa bilmediğimiz brainotlar. Aha aktarırım. Bu videoda göstereceğim son iki brainot kaldı. Onlar da aktarmaya çalışacağım. Növbəti qalan brainotlarımız da deyəsən Capitano Gullini ve Ombrello Topolino'dur. O brainotları da tapmağa çalışacağıq. Baxaq görək o brainotlar hardadır. Dostlar, indi axtarırıq. Bəli dostlar, mən o boyda axtardım Capitano Gullini, bir də Ombrello Topolino'nu axtardım ama tapa bilmədim. Amma bütün brainotları gösterdim demək olar ki, yeni gələnlərin. Neyse dostlar, video bu kadar idi. Sağ olun, abone olup like atmayı unutmayın.